Herkese salam. Bu videomda sizlərə 2 rəqəmdə də bir rəqəmdə dedim fərqini izah edəcəyim. Çalışma 1-ə baxaq. Modellə verilən fərqi misalla yazıb hesablayın. Baxın 37-dən neçəsinin üzərində xətt çəkiblər? 3-ünün 37-dən 3 çıxıblar. Burada 4 onluq 1 2 3 4 5 6 7 8 9 dənə, eləmi? 4 5 9 dənə. 9 təhlik var. 49-undan neçəsinin üzərində xətt çəkiblər? 4-ünün. Cəmi neçəsi qalıb? 44-dür. Burada neçə onluq var? 1, 2, 3, 4, 5. 5 onluq. 1, 2, 3, 4, 5, 6. 6 təhlik var. Bu 56-ın neçəsinin üzərindən xətt çəkiblər? 4-ünün. Cavab olub 52. Sonra burada 1, 2, 3, 4, 5, 6. 6 onluq. 1, 2, 3, 4, 5. 5 təhlik olub. 65'in neçəsinin üzərindən xətt çəkiblər? İkisinin olub 63. İndi burada nə deyir? Çalışma 2-də simvollara uyğun ədədləri tapın. Doğru olan ifadələrin qarşısına təsdiq işarəsi qoyun. Gəlin baxaq. Deməli, uyğun olan ədədləri tapın. Çıxmadı. Baxın 28-dən 3 çıxıblar. Yox, yuxarıda ədədlərdə onlardan çıxmalıyıq 3-ü və 4-ü. 28-dən 4 çıxıblar. 28-dən 4 çıxanda neçə eləyir? 24. Deməli, bu 24-ə bərabərdir. Baxın, moruq deyir də buna. Çiyələk neçədir? 35-dən 3 çıxanda 32. Birincidə deyir ki, moruq bizdə 24 idi. 24-dən 3 vahid kiçik olan ədəd. 4-dən 3 çıxırıq 1, 21-dir. Bəli, doğrudur. Sonra aşağıda. Yox, biz bu ananasdır deyəsən. Ananası belə çəkiblər, hə? Moruq budur. Moruq deməli 49-dan 4 çıxanda 45. Moruq 45-dir. Cüt ədəddir? Xeyr. Cüt deyil. Təsdiq işarəsi qoymuruq. Burada demir. Yanlış olanın qarşısından x qoyun demir. Sonra 76-dan bəs neçə çıxmalıyıq ki bu? Böyükən oxşayır yəqin. Nədirsə bu? Şəkillər məndə təmiz görünmür. 76-dan 2 çıxanda olur 74. Burada deyir 74 ədədi 72 ədədindən 2 vahid böyükdür. Düz deyirlər. 2 çıxanda 2 qalır. Burada da təsdiqdir. Sonra doğrudur. Çiyələk ədədi moruq ədədindən cəmi. Çiyələkdə nə idi? 32 ədədi. Moruqda nə idi? 45. 45'in cəmi deyir 87. 5'dən 2'in 7'dir. 3'dən 4'ün 7'dir. Xeyr, burada 77'dir. 87 deyil. Çeyrəkdə olan ədəd nə idi? 32. 2 vahid kiçik olan ədəd 32'dən 2 vahid 3 onluqdan ibarətdir. Bəli, 3 onluqdan ibarətdir. Bu doğrudur. Sonra baxırıq test 6-ya. Hansı bəddəki hesablama səhvdir? 25 çıxılsın 3. Neçə eləyər uşaqlar? 5'dən 3 çıxanda 2, 22. Burada da 2 onluq 2. Bu doğrudur. 4 onluq 1, 2, 3, 4, 5, 6 təhlik. 46'dan neçə çıxırıq? 4. Cavab neçə eləyir? 42. Doğrudur. 36'dan neçə çıxırıq? 4. Cavab neçə eləyir? 32. Doğrudur. 55'dən neçə çıxırıq? 4. Cavab neçə eləyir? 51 eləməlidir. Amma bizim burada 5 onluq 3 təhliyimiz var. Yanlışdır. D variantı. Sonra 2-də Nərgizin 47 stikeri, Fatimənin isə bundan 5 ədəd az stikeri var. Hansı bənd Fatimənin stikerlərinin sayını göstərir? Yeddidən 5 çıxırıq 2, 4'də burada 42 doğrudur. Sonra 3'də mağazada 36 kisə un var idi. Birinci gün 4, ikinci günü isə bundan 2 kisə az un satıldı. Birinci günü 4 kisə satılıb. İkinci günü isə 4 kisədən 2 kisə az. Yəni birinci günü 4 satılıbsa, ikinci günü birinci gündən 4 kisə az, 4'dən 2 çıxanda 2 kisə satılıb da yenə. Mağazada cəmi neçə qalıb? 36'dan çıxacağıq. 4 ilə 2'nin cəmi. Bir 4 kisə satılıb, bir də 2 kisə.
36'dan neçə çıxacaq? 4-dən 2-nin cəmi 6-dır. Cavab olacaq 30. C variantı. Sonra 4'də nə deyir? Doğru uzunluqlar verilmiş bəndi tapın. Doğru uzunluqlar, uyğunluqlar, üzr istəyirəm. Uyğunluqlar verilmiş bəndi. Uyğunluqlar, baxaq görə 28-dən 16 çıxanda 12 eləyir. Bu doğrudur. 45-dən 3 çıxanda 42 eləyir. Doğrudur. 59-dan 7 doğrudur. Doğru ilə A variant. Digərlərinə baxmağa ehtiyac varmı? 28-dən 16 çıxanda 42 edə bilməz. Onsuz da bu yanlışdır. Bir dənə yanlış varsa heç baxmağa ehtiyacı yoxdur. 28-dən 16 çıxanda 52 edə bilməz. Bu da yanlışdır. 28-dən 16 çıxanda 52 edə bilməz. Bu da yanlışdır. Yəni A variantıdır. 5'də 67 çıx 2 çıx 3 A'dır. 76 çıx 3 çıx 3 B olarsa A və B ədədləri haqqında olan fikirlərə təsdiq, doğru və ya yanlış olaraq qruplaşdıraq. Doğru və yanlış işarələri qoymalıyıq. Gəlin bax, 67-dən 2 çıxanda neçə qalır? 65. Ondan da 3 çıxanda nə qalır? 62. A'mız 62'dir. B'miz neçədir bəs? 76'dan 3 çıxdıq 73. Ondan da 3 çıxanda 70 qalacaq. 73'dən də 3 çıxdıq 70. A ədədi 6 onluq 2 təhliyə bərabərdir. Doğrudur. B ədədi 70 təhliyə. Doğrudur. 70 təhlik var burada. A ədədi B ədədindən böyükdür. Yanlışdır. B A'dan böyükdür. B ədədi A ədədindən böyükdür. Doğrudur. A və B ədədləri cüt ədədlərdir. Doğrudur. A və B ədədləri tək yerdir. Yanlışdır. Bir-birinə bərabərdir. Bir-birinə bərabər deyil. Yanlışdır. Neçə dənə doğru oldu? 1, 2, 3, 4. 4 dənə doğru var. 1, 2, 3 dənə yanlış. C variantı. 6'da. Fatimənin 48 manat pulu vardı. O hər biri 3 manat olan 2 kitab aldı. 48'dən 2 dənə kitab alıb 3 manatdan. 3 üstə gəlib 3 neçə eləyir? 6 manat pul verib. 6 çıxanda neçə eləyir? 42. B variantı. 7'də 47'dən deyir 6 çıxanda neçə eləyir? 41. 69'dan 4 çıxanda 65. 3 bucaq 65'dir. Dairə isə 81'dir. Doğru bəndi seçin. 81, yəni dairə böyükdür 3 bucaqdan, o da böyükdür kvadratdan. 8'də misallardan hansının cavabı digərlərindən böyükdür? Gəlin baxaq. 48'dən 3 çıxanda nə eləyir? 43. 67'dən 3 çıxanda 64. 49'dan 6 çıxanda 43. 65'dən 4 çıxanda 61. Hansının cavabı digərlərindən böyükdür? C variantı. Sonra 1, 2, 3, 4, 5, 6, 7, 8. 9. Modelle verilmiş ədəddən ən böyük bir rəqəmli tək ədəd qədər kiçik olan ədədi. Ən böyük bir rəqəmli tək ədəd 9'dur. Bundan bu qədər kiçik olarsa 80. 37'dən 5 çıxanda misalı hansı ədəd oxunda doğru hesablanıb? Gəl baxaq. 1, 2, 3, 4, 5, 6, 7. Bura 37'dir. Deyir 5 çıxılıb. 1, 2, 3, 4, 5, 6 çıxılıb. Baxın burada. A deyil. Sonra yenə 37'dən bir dəqiqə baxaq, düz saydıq mı? 5 çıxıldı mı? 1, 2, 3, 4, 5, 6 çıxılıb. Onda bu 37 yox, 38'dir. 38'dir burada. Bu yanlışdır. Burada əslində 37'dən 5 çıxanda 32 olmalıdır. Bir düz sayaq, yaxınlaşdırıb. 32, 33, 34, 35, 36, 37. Bu 37'dir. Və 5 addım geri getməlidir də. 5 addım geri. 1, 2, 3, 4, 5. 32'də dayanmalıdır. Yox, A variantdır uşaqlar. Digərlərində yoxlaya bilərsiniz. Burada A'dır. Deməli, B variantında 37'dir, amma 6 addım geri gedib. C variantı irəli gedib. Heç uyğunluq yoxdur. D'də də görürsünüzmü ki,
1, 2, 3, 4, 5, 35'dir. Buradan çıxmağa bu da aidiyyatı yoxdur. 37 olmalıydı. 11-də modelə uyğun ifadə yazın. 4 dənə onluğumuz var. 1, 2, 3, 4, 5, 6, 7, 8. 8 təhliyimiz var. 5-in üzərindən xətt çəkilir. A variantıdır. 12-də həm onluq, həm də təhlik mərtəbəsi 5 olan ədəddən ən kiçik bir rəqəmli cüt ədəd qədər kiçik olan ən kiçik bir rəqəmli cüt ədəd neçədir? 2. Kiçik olan ədəd neçədir? 53. B variantıdır.